Sosial şəbəkələrdə Mehriban Qəmbərovanın təşəbbüsü ilə şəhidlərin adını daşıyan küçədə yolun çəkilməsi və bərpa olunması ilə bağlı yayılan görüntülər geniş ictimai marağa səbəb olub. Paylaşımlar qısa müddətdə müzakirə mövzusuna çevrilərək müxtəlif rəy və şərhlərlə qarşılanıb. Sferas xəbər verir ki, yayılan məlumatlara əsasən sözü gedən yol uzun müddət baxımsız və dağılmış vəziyyətdə olub. Xüsusilə yağışlı havalarda yolun müxtəlif hissələrində iri gölməçələr yaranır. Bu da həm avtomobillərin, həm də piyadaların hərəkətində ciddi çətinliklər törədirdi. Sakinlər dəfələrlə bu problemlə bağlı narazılıqlarını dilə gətirir, yolun təmir olunmasını tələb edirdilər. Yayılan video görüntülərdə yolun əsaslı şəkildə bərpası, hamarlanması və asfaltlanması prosesi əks olunub. Görüntülərdən aydın olur ki, təmir işləri mərhələli şəkildə aparılır və yol istifadəyə yararlı vəziyyətə gətirilir. Sosial şəbəkə istifadəçiləri bu təşəbbüsü şəhidlərin xatirəsinə göstərilən hörmət və ehtiram nümunəsi kimi qiymətləndiriblər. Bir çox istifadəçi şəhidlərin adını daşıyan küçələrin abadlaşdırılmasının mənəvi əhəmiyyət daşıdığını vurğulayaraq görülən işi təqdir edib. Paylaşımların şərh bölməsində təşəkkür və razılıq ifadə edən çoxsaylı fikirlər yer alıb. Qeyd edək ki, yolun təmiri təkcə nəqliyyatın rahatlığı baxımından deyil, eyni zamanda sakinlərin gündəlik həyat şəraitinin yaxşılaşdırılması və şəhidlərin adlarının layiqincə yaşadılması baxımından da mühüm addım kimi dəyərləndirilir. Bu kimi təşəbbüslərin gələcəkdə də davam etməsi sosial şəbəkə istifadəçiləri və yerli sakinlər tərəfindən arzu olunur.